efirdə deməmişəm, bir-iki şəhid atasına demişəm bunu. Mənim uşaqlığım bu məhəllədə keçib 5-ci mikronda doğulub böyümüşəm. Mənim uşaqlığım bax bu ağacların, mən uşaq olanda bu ağacları təzə əkmişdi. O vaxt vadavoz maşınlar vardı, zil maşınları. Şılarla su vururdular, bu ağacları su vururdular. Palçığın içində zatda bu ağaclar böyüdü. Yəni uşaqlığım 6-cı sinifəcən 15 nömrəli oxumuşam, burada keçib uşaqlığım. Qocalığım da gəldi burada. Allah rəhmət eləsin, bir sən olmamışsan. Burada sarı qaya daşlar vardı, burada qayalıq dərə vardı. 14-15 yaşım vardı, burada buzu otarmışam mən. Bu daşların dibində əllərim donmasın deyə o qədər mən ocaq yandırmışam. O qədər burada mənim günlərim keçib olmuşam. Amma onda mən bilməzdim ki, mən böyüyəcəm. Mənim bir həsrətlə, zulümlə, əziyyətlə bir evladım dünyaya gələcəkdir. O da gəlib burada, mən əllərimi qızdırdığım yerdə dərsdir. Allah rəhmət eləsin şəhidimizə də, şəhidlərimizə də. Hər bir şəhid var ol, Allah sizləri qorusun deyir. Bu ağrı da, acı da biz ora gedənə kimi bizlərləndir. Nə qədər çalışsaq da düzdür, özümüzü səbirli göstərirsiniz, yenidir. Qəlblərimiz o tərəfə meyl edir. Elə o tərəfə də bax. Mən bir şeirim var, ona bir məqam olsa orada onu deyəcəm sizlərə. Mən özüm evdə ola-ola ürəyim burada qəbirlə üzbəüz dayanır. Ürəyim dayanır. Çünki hayana fırlansan meyl onadır. Bu nə qədər məsəl üçün söhbət eləsək də, desək də, nə də şey eləsək də, görürsən, qəbul da eləyirsiniz, eləmirsiniz, başa düşürəm sizləri. Çünki oğuldan ayrılmaq ana üçün mümkün olmayan bir şeydir. Allah sizlərə səbir versin. Bu qəhrəmanlara görə sizlərə borcluyum və qarşınızda baş əydik. Allah şəhidlərimizi rəhmət eləsin. Allah cəmən İslam şəhidlərini rəhmət eləsin. İnşallah ki, əziz analar, buyurun, şəkil çəkdirəcəksiniz, nə deyəcəksiniz, onu tamamlayın. Gedək mərasim evinə. Sonra sizlərdən bir xahiş edirəm. Mən neçə nəfər fikir verirəm, 5 ildə 6-cı ilə keçir. Biz burada mövlud deyəndə biraz hərbi janrda qeyd edirik. Yəni bəzən gözə hüzün mərasimlərindən fərqlənir. Amma bu o demək deyil ki, orada biz çalğı, çağır, nə bilim nə, o kimi, toy kimi edirik, kim o söhbət edir, bu birisi adi söz deyib belə. Hər bir adam, vətəndaş fikirləşməlidir ki, mən bura niyə dəvət ediblər? Mən bura niyə çağırıblar? Bu ailənin qəmi var, dərdi var, səri var. Ondan sonra mən bir yerdə də demişdim ki, bilmirəm, şəhid yığıncağına gəlmişəm, yoxsa uşaq bağçasına. Yəni belə şeylər var. Qoy deyim, indi orada da misallar çəkəcəm.